dərmanlarından istifadə etmək və ya əzələ gücləndirmək üçün müəyyən fizioterapiyalardan istifadə etmək mühümdür. Malacıq. Uşaqlar, tələbə yoldaşımızın cavabı necədir? Deməli, istəyəndə çox gözəl oxuya bilirsiniz. Deməli, içdən xeyir ola, istəməyəndə istəmirik. Öz başınasınız, istəməyəndə istəmirik. Elə şey yoxdur. Davay, aferin mənim balam. Korreksiya. Korreksiya bir qayda olaraq iltihabın və ya bir növ ciddi zədələnmə nəticəsində baş verən çəki itirilməsidir. Yəni, üzülmə və sarkopeniyadan fərqli olaraq hər hansı bir səbəb dayanır arxasında. Bunun bədənin vəziyyətini təyin edən sitokinlərin istehsalının azalması nəticəsində ola bilər. Burada şəkil də var. Uşaqlar, zəhmət olmasa PDF-lərə baxın, şəkili görürsünüz. Hansı ki, korreksiya keçirmiş bir insandır və orada artıq gözü çarpacaq dərəcədə. Açıq PDF-lərdə burada var korreksiya, gördünüz?